Solğun üzlər, nəmli gözlər, yanan ürəklər, qəmli sözlər. deyər əli başın sağ olsun. Fəda olaq yolunda bizlər, Deyər əli başın sağ olsun. fəda olaq yolunda bizlər. İlahi, öz oxundan çıxdı dünyana bugündən. Murtaza kim yoxdur dünya bugündən. Murtaza kim yoxdur dünya. İlahi, öz oxundan çıxdı dünya bugündən. Mürtəza üçün yoxdur dünya bugündən. Mürtəza üçün yoxdur dünya. Zəhra, sən gedəndən bu evdə sönüydü çıraqlar. Hətta qanlı mismarla yanmış qapıda həm ağlar. Tənha sızlarıq məndə, Zeynəbdə, Gülsümə səndə. Amma bir Hüseynindir ki hamıdan möhkəm ağlar. Ya Zəhra, 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 ya Zəhra. Bugün adamsız qaldı heydən, gələk məzəri gizli olsan. Əlini də atar üzünlə, sən olmayan cahanı neylə. Əlini də apar özünlə, sən olmayan cahanı neylə. İlahi, ilahi, öz oxundan çıxdı dünya bugündən. Murtaza üçün yoxdur dünya bugündən. Murtaza üçün yoxdur dünya. İlahi, öz oxundan çıxdı dünya bugündən. Xanım Zəhradən də gərək çox ağlayaq. Niyə, səbəbi nədir? Qoy deyim inşallah, bir göz yaşı ilə ehsan eləyək xanım Zeynəbə. Fatimə öldü yetibdir, bütün əflakə xəbər. Fatimə öldü yetibdir, bütün əflakə xəbər. Gecənin vaxtı onu dəfn elədi 7 nəfər. Elədi də, xanım Zəhranı 7 nəfər apardı, dəfn elədi, hə? Ay, ay, ah, Fatimə öldü yetibdir, bütün əflakə xəbər. Gecənin vaxtı onu dəfn elədi 7 nəfər. Bu mühən ağlayanın qəlbinə möhnət oxudu. Dəfni Zeynəbdə həmin 7 nəfərdə yox idi. Can Zeynəb, Can Zeynəb, Can Zeynəb. İmam Zaman buyurur, dərdiz olanda gedim bibim Zeynəb qapısına. Ay, 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 ay. Ama ay, 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 ay. İstəyirəm bu gecə ana rozəsi deyəm sizə. Neçə günlərdə ağlayırıq da, neçə günlərdə əzadarıq.
Amma istəyirəm bu gecə anamıza təvəssül eləyək. Hə? Diqqətiniz məndədir, qurban olum. İnsanın əlacı hər yerdən üzülsə, hara gedər? Ana qapısına gedər də, düzdür? Hamı qapıdan qovsa, ana qapıdan qovmaz. Ay dərdi olanlar, ay hacəti olanlar. İnşallah boş oturmayaq, niyyət eləyək, aqibətimiz xeyirli olsun. Mən də bugün üzümü tuturam xanım Fatimə-i Zəhraya, deyirəm anacan, bu gecə bizə dua elə. Bizim aqibətimiz xeyirli olsun. Məhəbbətin ağacı qəlbidə əkən anadır. Cahanda hər bəşərin zəhmətin çəkən anadır. Əgər bir evdə ana ölsə, o evin düzəni pozular. O evin səliqə səhmanı olmaz. Xanım Zəhradən sonra ev əhli çöllərə düşdü. Əgər məclisimizdə anası ölən olsa, mənim sözümü gözəl başa düşər. Əgər anan dünyasını dəyişibsə, bilərsən mən nə deyirəm? Xanım Zəhradən sonra ev əhli çöllərə düşdü. İmam-ı Zəmbəqidə Xanım Zeynəb Şamda İmam-ı Əli Nəcəfdə İmam Hüseyin Kərbəladə yaralı yağam, yaralı yağam. Allah, Allah, nalələrimizi gizlətməyək, qurban olum sizə. Mən də bugün sabah sizə qonağam. Görəsən ömür olacaq bir də gələm sizin xidmətinizdə duram. Ey Əhl-i Beyt şairlərindən rəhmətli Münzəvi deyərdi, əgər mənə bəqi qismət olsa, mən gedərəm ora, xanım Zəhranın o gizlin qəbrin taparam. Dedilər, necə taparsan? Axı Əli dəfn elədi, heç kimə demədi. Necə taparsan? Dedi, qoy deyim sirrin, daxil olaram bəqiyə. Ovucuma bir ovuc İmam Hüseyin türbəti alaram. Səpərəm bəqiyyə, əgər o torpaq hara qonsa, bilərəm Zəhranın qəbri oradır. Anaya Zəhra, anaya Zəhra, anaya Zəhra. Xoş halınıza, ay İmam Hüseyni ağlayanlar. Xoş halınıza, bilirsiniz nə boyda məqamız var, bilirsiniz nə boyda dərəcəviz var. Həbib ibn Məzahiri yuxuda gördülər, dedilər, Həbib, dünyada bir arzun qaldı ya yox. Peyğəmbəri gördün, Əlini gördün, Həsəni gördün, Hüseynin yolunda şəhid oldun. Bir arzum qaldı. Dedi, and olsun Allaha bir dənə arzum qaldı. İstəyirəm Allah mənə bir ömür verə, gələm Hüseyn əzasında əyləşəm. O qədər sevab var, o qədər əcr var.
Elən ki bir İmam Hüseyinçi dünyadan geçsə, getirib oyunu qoyarlar qəbrə. Mələklər bir-birinə baxar deyər, bundan işiz olmazın, bu Hüseynin ağlayanıdır. Ağam, 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 ağam. Ay qurban olaram eşqüzə. Ya xanım Fatimə-i Zəhra, özün nəzər elə, özün nəzər elə. Ey, deyirlər Kərbəladə neçə nəfər İmam Hüseyni çağırmadı. Utandı İmam Hüseyni çağıra. Neçə nəfər çağırmadı. Dedi, axı mən necə İmam Hüseyni çağırım? Onlardan biri Hürr idi. Dedi, mən Hüseynin yolunu gəzmişəm, balaların qorxutmuşam, Rüqəyyəsin qorxutmuşam. Rüqəyyə aşiqləri hardadır? Xanım Rüqəyyənin bu günlərdə bir dənə zəvvarı var. Bir dənə zəvvarı kimdir? Fəqət İmam Zaman izni verib göz yaşına, bibi deyib dolanır xırda qəbrinin başına. Can bala, can bala. Allah, 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 Allahu Ekber. Hür çağırmadı İmam Hüseyni. Dedi, mən Rüqəyyəni qorxutmuşam. Amma İmam Hüseyin ağadır. Hür çağırmamış. Gəldi Hürrün başının üstünə. Mən də bu gecə deyirəm, ya Əba Əbdəllah, biz də can verəndə gözümüz yola baxar. Ağa bizə də bir nəzər elə. Allahu Ekber, Allahu Ekber. Eşqizə qurban olum. Deyir, bir alim deyər, özüm istəyirəm bu gecə xanım Zəhranın adı çox gəlsin, ana məclisidir. Elə bu məclisin adını qoyaq ana məclisi. Ana məclisi. Bir alim deyər ki, qumda uşaqlar da əzadarlıq məclisi qurar. Uşaqlar, balaca uşaqlar. Bir küçədən keçirdim, gördüm bir dənə bir neçə balaca uşaqdır. Mənə dedi, ağa, bizə biraz roza oxuya bilərsən? Dedim, baş üstə. Gərək quslun verən saat öləydim, ölmədim. Ölmədim, qaldım cənazən, üstəsinə dağladım. Ölmədim, öz əllərimlə gözlərimi bağladım. Yaralı Zəhra, keçəni tapşırdım Allah'a. Yaralı Zəhra, keçəni tapşırdım Allah'a. Yaralı Zəhra, keçəni tapşırdım Allah'a. Bu solğun üzlər, bu solğun üzlər, nəmli gözlər, yanan ürəklər, qəmli sözlər, deyər əli başın sağ olsun. fəda olaq yolunda bizlər, Deyər əli başın sağ olsun. fəda olaq yolunda bizlər.